Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkənin 290 ümumi təhsil müəssisəsindən 1000-dən çox müəllimin iştirak etdiyi xeyirxahlıq festivalı keçirilib. Festival Aidiya İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Think-In təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunub. Mərkəzi Nəbatat bağında açıq hava formatında təşkil olunan festivalda iştirak edən Leyla Əliyeva və Alyana Əliyeva ərazidə yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olublar. Onlar milli zona, sənət emalatxanaları, yoga və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdiriblər. Leyla Əliyeva festivalda çıxış edərək bildirib ki, müəllimlər, valideynlər, ümumiyyətlə böyüklər uşaqları daha yaxından tanıyıb, onları başa düşməyə çalışmalıdırlar. Daha sonra Leyla Əliyeva və Alyana Əliyeva məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Uzaq ellərdən adım var, ünvanım var, dastanlara sığmayan şöhrətim var, şanım var. Tədbir çərçivəsində keçirilən panel müzakirədə ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADU Universitetinin prorektoru Vəfa Qazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar. Burada təhsil işçiləri üçün çox gözəl bir network yaranıb və ətrafımızda olan şəxslərə, müxtəlif fəaliyyətlərlə məşğul olan şəxslərə baxdıqca sadəcə onların bir-biri ilə xoş xatirələrini bölüşdükləri, pozitiv hisslərini bölüşdükləri görürük ki, məhz festivalın təşkilində də məqsəd bu idi. Əslində bu festival çoxdan başlayıb. Çünki saytda, Facebookda o hashtaglərlə Cannes festivalı uşaqlar elədiyi yaxşılıqları, əkdiyi ağacları, gördüyü işləri nümayiş etdiriblər. Festivalda xeyirxahlıq marafonunun qaliblərini mükafatlandırma mərasimi də baş tutub. 11 məktəb ən səmimi təşəkkür, xeyirxah əməllər mükafatı, ən yaxşı ekoloji təşəbbüs və digər nominasiyalar üzrə qalib elan olunublar. Yüksək əhval-ruhiyyə şəraitində keçən festival konsert proqramı ilə başa çatıb. Qeyd edək ki, xeyirxahlıq festivalının əsas məqsədi cəmiyyətin müəllimləri olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etməkdir.